Salam, necəsiz? Bugün 9-cu sinif buraxılış imtahanına bağlı bir video ilə qarşınızdayım. Bilmirəm ki, sizi kim qorxudub ki, 9-cu sinif imtahanı həm qəlizdir, həm də bir həyat qədər, hətta 11-ci sinif imtahanı qədər vacibdir. Məncə sizi biraz da olsun qorxudublar, biraz da aldadıblar. Hətta bu videodan öncə təhsil sahəsində çalışan bir yaxınımdan gedib soruşdum ki, bəs bu uşaqlar bu qədər həyəcanlanırlar, 9-cu sinif imtahanı doğrudan da çox vacib bir imtahan. Dedi ki, Aytac, əgər kollecə getməyəcəklərsə, 9-cu sinifdən çıxmayacaqlarsa, buraxılış imtahanı nəticəsi o qədər də vacib deyil. 0 balla belə 10-cu sinifə keçə bilirlər. Önəmli olan 10-cu, 11-ci sinif imtahanlarıdır ki, yəni o hazırlıq dönəmidir ki, 11-ci sinif imtahanıdır ki, artıq burada universitetə istədikləri yerə daxil olmaq üçün çalışırlar. Ona görə mən bugün notlarımı almışam. Hətta sizə bir şey deyim. Bir ildir ki, məndən buraxılış imtahanı ilə bağlı bir video gözləyirsiniz. Amma mən o dönəmi xatırlamıram. Yəni mənim üçün o qədər vacib olmayıb ki, düşünün bir də mənim riyaziyyatım bərbaddır. Mənim videolarıma baxanlar bilir ki, mənim riyaziyyatım çox zəifdir. Ki, məktəb vaxtı mən riyaziyyatdan çalışmamışam. Onunla belə əgər mən gedib buraxılışdan keçmişəmsə, siz də keçəcəksiniz, narahat olmayın. O dönəmlə bağlı mən heç nə xatırlamıram və həmin dönəmdə mənim sinif yoldaşlarım da bu qədər dərindən hazırlaşmırdılar. Nə vaxt 9-cu sinif buraxılış imtahanı bu qədər vacib oldu, düzü bilmirəm. Sizə bu videoda faydam toxunsun deyə qeydlər aparmışam ki, nələr eləsəz bu dönəmi rahatlıqla keçirdə bilərsiniz. Əvvəla onu deyim ki, qorxmayın. Bilirəm ki, bu imtahan sizin üçün vacibdir. Mən nə qədər desəm də vacibdir. Ola bilsin ki, ailəniz üstünüzə gəlir, ailəniz təzyiq göstərir, ya da ki, siz özünüz yaxşı nəticə göstərmək istəyirsiniz. Bu çox normaldır. Mən sizə haqq verirəm, amma özünüzü qorxudaraq heç bir nəticə əldə eləməyəcəksiniz. Bir psixologiyada olun ki, bu imtahan sizin üçün bir sınaqdır. İllərdir öyrəndiklərinizin bir sınağıdır. Görün bazanız nə dərəcədə güclüdür. 10-11 üçün nə qədər hazırsınız. 11-ci sinif imtahanı üçün sizin o problemləriniz nədir ki, onu siz həll eləməlisiniz. Eyni zamanda imtahana çox xahiş edirəm, vaxtında gedin. Son anı saxlamayın. Çünki son ana saxlayanda qaça-qaça gedirsiniz imtahana, tərləyirsiniz. Eyni zamanda o imtahana gedəndə o yoldakı stres var, o hələ sizin canınızdadır və o gecikmənin stresi ilə eyni zamanda imtahan stresi bir-birinin üzərinə gəlir və sizi çıxılmaz bir yola salır. Nə qədər istəsəniz də imtahana fokuslana bilməyəcəksiniz. Ona görə çalışın, imtahana əvvəlcədən gedin. Bilirəm, yuxunuz gəlir, yorğunsuz. Amma ömürdə bir dəfə olan imtahandır. Bunu o yuxuya bada verməyin ona görə də. Yaxşı olar ki, imtahana vaxtında gedəsiniz, əvvəlcədən oturasınız ki, auditoriyaya öyrəşəsiniz, otağa öyrəşəsiniz. Yəni bunu bir ev kimi düşünün. İnsan necə evdə oturub imtahanları yaxşı yaza bilirsə, sınaqları yaxşı yaza bilirsə, suallara topluluqda doğru cavab yazırsa, otağa, o imtahan otağına öyrəşsə, nisbətən özünü evdə olduğu kimi hiss eləyəcək. Bir çoxunuzda sual yarana bilər ki, bu dövrdə hazırlığa gedəkmi? Baxın, mən hazırlığa getməmişdim. Eyni zamanda ətrafımda 9-cu sinif buraxılış imtahanı verib, yaxşı nəticə göstərən şagirdlər də hazırlığa getməyiblər. YouTube-da yetəri qədər izahlar var. Bu izahlara baxaraq siz onsuz da səhvlərinizi düzəldə bilərsiniz və yaxud da mövzu izahlarına baxa bilərsiniz. Telegram qrupları var ki, burada sınaqlar yerləşdirilir. O sınaqlara baxıb əvvəlcə özünü işləyin, daha sonra YouTube-da həmin sınaqların izahlarına baxın. Görün səhvləriniz nədir, problemləriniz nədir, harda səhv edirsiniz. Məsələn, kəsrlərdə səhv eləmisiniz və ancaq bu mövzuda ilişirsiniz. Gəlin kəsrlərin izahına baxın və yaxud da gedin o mövzu ilə bağlı toplulardan, 9-cu sinif toplulardan, 9 illik toplular var da, o topludan suallar işləməyə başlayın. Telegram qrupları, YouTube bu barədə sizə çox kömək olacaq. Baxın, mən 11-ci sinifdən hazırlaşıram hazırda. Yəni, mən bir dəfə universitet bitirmişəm, ikinci dəfə ali təhsil üçün hazırlaşıram və bütün şeylər YouTube-da var. Hər şey əlimizin altındadır deyə, məncə hazırlığa getməkdənsə YouTube-dan, sosial şəbəkədən, süni intellektdən bu baxımdan faydalana bilərsiniz. Çalışın ki, özünüzü 8-ci və 9-cu sinifdə yormayın, çünki 10-11-ci sinifdə həddindən artıq çox yorulacaqsınız. Əgər indidən özünüzü yükləsəz, artıq 10-11-ci sinifdə oxumağa həvəsiniz qalmayacaq və siz universitetə qəbul olmaq üçün daha çox 10-cu və 11-ci sinifdə oxumalı olduğunuz üçün artıq beyniniz yorulur, mental cəhətdən çökürsünüz deyə bu dönəmdə hazırlığınız da yaxşı olmayacaq. Çalışın özünüzü incitməyin. Həyatınızın ən rahat dönəmləri 8-ci, 9-cu siniflərdir. Məktəb həyatının dadını çıxardın. Onsuz da daha sonra uşaqlar repetitor yanına gedirlər deyə məktəbə çox gəlmirlər və bir-birinizi çox görməyəcəksiniz. Buna görə də məktəb xatirələriniz demək olar ki, olmayacaq. Məktəb xatirələrinin yerlərini hazırlıq xatirələri tutacaq. Ona görə 8 və 9-cu sinifləri dolu-dolu, doya-doya yaşayın ki, 10-11-də onsuz da dərsdən başqa şey vaxtınız qalmayacaq. Eyni zamanda bu dönəmdə sadəcə özünüzü dərsə fokuslayıb həyatdan təcrid olunmayın. Yəni, yeri gəldi filmlərə baxın və yaxud da dostlarınızla görüşün, mahnılara qulaq asın, kitab oxuyun. Məsələn, sizə nə zövq verirsə onları eləyin, yoxsa dərs artıq sizi iyrəndirəcək və həyatınızı dərsə kökləsəz, bütün baxışınızı dərsə versəz, onda
yorulacaqsınız, yəni beyniniz yorulacaq, həyəcan keçirməyə başlayacaqsınız. İmtahan o qədər həyatınızın mərkəzində olacaq ki, o qədər önəm verəcəksiniz ki, bu imtahana. Artıq imtahan günü gəlib çatanda qorxudan, stressdən, həyəcandan bildiklərinizi də unudacaqsınız. Ona görə çalışın ki, imtahanı həyatınızın bir rutini halına gətirin. Dərs oxumağı həyatınızın adi rutin halına gətirin. Necə film izləyirsiniz ya da kitab oxuyursunuz, dostlarınızla görüşürsünüzsə, imtahan da onlar kimi adiləşdirin. Əgər ancaq imtahana vaxt ayırsanız, onda beyniniz bunu qəbul edəcək ki, hə, doğrudan da hər şey boş şeydir, imtahan vacibdir, bu həyat qədər vacibdir. Ona görə də sən bu imtahanı yaza bilməsən, hər şey bitəcək, həyat bitəcək. Sən çölə çıxmağa da layiq deyilsən, kitab oxumağa da layiq deyilsən. Bu psixologiya məndə olub bu arada. Mən magistratura imtahanından kəsiləndə deyəndə əslində yaxşı bal yığmışdım, amma istədiyim yerə düşməmişdim. Bu imtahanda istədiyim yerə düşmədiyim üçün başımı pəncərədən belə çölə çıxarmaq istəmirdim ki, mən buna layiq deyiləm. Amma nə oldu? Bugün deyirəm ki, yaxşı ki mən qəbul olmamışam ki, ikinci dəfə ali təhsil üçün hazırlaşıram. Bilirəm ki, qırmızı diplom həm universitetdə, həm də buraxılış imtahanında sizin üçün çox vacib ola bilər. Amma əgər savadınız yoxdursa, əgər sizin fərasətiniz yoxdursa, bu diplomun heç bir əhəmiyyəti olmayacaq. Əksinə şkafda boş-boşuna qalacaq. Çalışın ki, bu imtahanları keçəndə öyrənmək istəyirsə, bunu özünüz üçün öyrənin. Özünüz üçün nəsə eləməyə çalışın. Bilirəm ki, sizin üçün hazırda ballarınız önəmlidir ki, həm ailənizin fəxri olasınız, həm də ki, öz istəklərinizə çatasınız. Baxın, testi səhv eləyəndə qorxmayın. Mən də çox səhv eləyirəm. Mən universitet bitirmişəm, bir dəfə qəbul vermişəm, amma bu günləri mən testi o qədər səhv eləyirəm ki, əksinə testi səhv eləyəndə sevinin. Nəyə görə? Çünki insan doğru yazdığı bir şeyi sonra unuda bilər, amma insan səhv elədiyi şeyi təcrübə elədiyi üçün heç vaxt unutmur. Məsələn, mən bir testdə doğru yazanda bir şeyi bir müddət keçəndən sonra gözüm ona öyrəşir və cümlənin sonunu oxumadan testi işarətləyirəm və sonra görürəm ki, mən diqqətsizlik eləmişəm. Bir şeyi bildiyimi düşünüb, tez davranıb əslində o suala səhv cavab vermişəm. Amma bir mövzunu səhv eləyəndə artıq gələn dəfə o test sizin qarşınıza çıxanda həm beyninizdə qalır ki, mən bunu səhv eləmişdim, həm də o sualı qorxudan daha yaxşı və daha diqqətli oxumağa başlayırsınız. Ona görə də testi səhv elədikcə qorxmayın, əksinə o səhvlərin üstünə gedin, biraz da çabalayın, çalışın, amma əsas odur ki, nəticəsini görəcəksiniz. Ona görə də testdə səhv çıxanda ruhdan düşməyin. Biri var ki, test işləyirsiniz, səhv çıxır, nəsə öyrənirsiniz. Bir də var ki, ruhdan düşüb heç nə işləmirsiniz. Elə olan halda da imtahanda da heç bir nəticə göstərə bilməyəcəksiniz. Amma səhv eləsəz belə, ən azından bir vicdanınız rahat olacaq ki, mən nəsə elədim, çalışdım və çabaladım və nəticəsini inşallah ki, gördüm. Çalışın ki, sosial şəbəkədən uzaqlaşmayın. Sosial şəbəkədən uzaqlaşmaq yaxşı bir şey deyil. Bəzən deyirlər ki, yaxşı bal toplamaq üçün telefon olmamalıdır, sosial şəbəkə olmamalıdır. Xeyr, bugün yaxşı bal toplayan, universitet imtahanı üçün də yaxşı bal toplayan insanların bir çoxunun sosial şəbəkəsi də var, aktiv istifadə edirlər, TikTokda çəkib paylaşırlar. Eyni zamanda dostlarla da sıx irtibatdadırlar, əlaqədədirlər. Ona görə çalışın ki, mən sosial şəbəkədən imtina edəcəm kimi bir düşüncəyə qapılmayın. Təbii ki, bağlaya bilərsiniz. Bu bir seçim ola bilər. Sosial şəbəkədən uzaqlaşmaq istəyə bilərsiniz. Amma əgər imtahana görə bağlayacaqsınızsa, bilin ki, bunun heç bir faydası yoxdur. Təbii ki, əgər siz sosial şəbəkədə 10 saat, nə bilim, 17 saat keçirdirsinizsə vaxtınızı, düşmüşdən də yerə, 17 saat keçirdirsinizsə, təbii ki, məncə bağlayın. Amma 4-5 saat sərf edəcəksinizsə, niyə həyatdan bu qədər özünüzü təcrid edirsiniz? Sosial şəbəkədə də faydalı şeylər var, dərs videoları var, yəni orada yaxşı müəllimlər var, onların izahlarından faydalana bilərsiniz. Bir də çalışın ki, çoxlu sınaqlar işləyin. Çünki sınaqlar işlədikcə həm əvvəlki illərdə düşən suallar tipini bildiyiniz üçün növbəti imtahanlara hazır olacaqsınız. Eyni zamanda əgər o sınaqlara vaxt qoyub işləsəz, artıq imtahana hazırlaşmış olacaqsınız. Baxın, imtahanda mövzuları, sualları bilməklə bərabər eyni zamanda vaxtı düzgün bölüşdürmək də çox vacibdir. Bu bütün imtahanlar üçün keçərlidir. Sən götürün sınaqları, mövzuları, hansı fənlərdən ki imtahan verəcəksiniz, onunla bağlı sınaqları götürün, bir vaxt qoyun. İndi buraxılış imtahanında vaxt nə qədər dəqiq demirəm, 2 ya da 3 saat məsələn vaxt qoyun və deyin ki, mən imtahan zalındayım, bu psixologiyaya bürünün, başlayın o testi işləməyə, o sınağı işləməyə. Görün, bu müddət ərzində neçə sual işləyəcəksiniz, nə qədər boşunuz olacaq və yaxud da nə qədər səhv eləyəcəksiniz, nə qədər sualı ümumiyyətlə eləyə bilməyəcəksiniz. İmtahanda kitabçanı açanda çalışın bildiyiniz sualdan başlayın. Bilmədiyiniz, çətin olan sualla başlayanda bildiyiniz də unudacaqsınız. Həm qorxu gələcək canınıza. Amma asan sualla başlasaz, sanki beyniniz idman eləyəcək və siz yavaş-yavaş beyniniz hərəkətə gəldiyi üçün, çalışdığı üçün bilmədiyiniz sualları da məntiqlə həll etməyə başlayacaqsınız. Hətta elə ola bilər ki, bəlkə asan sualların içində o qəliz sualların cavablarını tapa bilərsiniz, oxşar suallar ola bilər. Çoxlu təkrar eləyin. Yəni bir mövzunu işlədim, bir mövzunu öyrəndim. Bunun sınavını işlədim, bir kənara atım, artıq bitsin, imtahan gününə qədər bir də ona baxmayım deyə düşünməyin. Çünki insan beyni bir şeyi təkrar eləmədikcə əsas dərslə bağlı unudur. Bu ən çox tarixdə yaşanır məsələn. Amma hər nə olursa olsun, qaydalar ola bilər, ingilis dilindən qaydalar ola bilər, Azərbaycan dilindən istənilən fəndə əgər təkrar eləməsəz, beyin o mövzunu, o izahları unudur və siz sabah test açanda görürsünüz ki, mən bunu oxumuşdum, amma nə oxumuşdum xatırlamıram. Buna görə
Təkrar bezdirici və iyrəndirici olsa belə, çalışın çoxlu mövzu təkrar eləyin, testləri çox tez-tez işləyin. Yəni düzdür, artıq o qədər işləyəcəksiniz ki, testi gələn dəfə görəndə əzbər biləcəksiniz. Başqa yerlərində, başqa kursların ola bilər. Onların kitablarından da, testlərindən də istifadə eləyin. Eyni zamanda sınaqlarda, dinləmə mətnlərdə bununla bağlı Telegramda çoxlu sayda qruplar var. Çalışın Telegram yazdırın. Telegram yazdırın. Bir çoxlarınızın Telegram kanalları yoxdur. Orada axtarış yeni yazsaz ki, abituriyent PDF-dir və yaxud da ingilis dili PDF, çoxlu sayda sınaqlar, mətnlər, eyni zamanda dinləmə mətnlər də qarşınıza çıxacaq. Bu imkanlardan faydalanın və həmin o Telegram qruplarından istifadə eləyin. Qidalanmanıza, yuxu rejimizə önəm verin. Baxın, görün hansı vaxt oxuyanda sizin üçün faydalıdır. Gecə oxuya bilirsiniz, səhər oxuya bilirsiniz, yoxsa axşamlar yaxşı dərs oxuya bilirsiniz. Amma mən sizə məsləhət görərdim ki, yuxu rejiminizi pozmayın və beyninizin daha yaxşı işləməsi üçün, dərsi daha yaxşı öyrənməyiniz üçün və diqqətinizin də yaxşı olması, fokuslana bilməyiniz üçün yaxşı yatın, yaxşı qidalanın və bol su için. 9-cu sinif buraxılış imtahanına bağlı deyəcəklərim bu qədər idi. Bilgilərim ətrafdakı insanlardan, 9-cu sinif imtahanı verən şagirdlərdən öyrəndiklərim bu qədər idi. Ümid edirəm ki, sizə faydalı oldu. Siz də gələn il inşallah nəticələrinizi gəlib mənimlə bölüşərsiniz. Bu il artıq imtahan vermisiniz. İnşallah hər şey ürəyinizcə olar. Bu arada dərs qrupu qurmaq istəyirəm Telegramda. İstəyən olsa məni Instagramdan yazar. Telegram qrupu quraram və hər kəs oraya əlavə eləyərəm. Bərabər birlikdə dərs oxuyarıq. Mən isə bu videoda sizinlə sağollaşıram. Növbəti videolarda, vloglarda görüşmək ümidi ilə hələlik.